Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi erməni əsilli Ruben Vardanyanın ədalət mühakiməsi davam edir. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə növbəti məhkəmə iclası keçiriləcək. Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham olunur və məhkəmə prosesində hal-hazırda məhkəmə istintaqı aparılır və sübutlar, faktlar araşdırılır. Qeyd edək ki, məhkəmə istintaqının başlanmasından əvvəl hakim tərəflərə sübutların tədqiqi prosesi qaydasında izah etmişdi və bundan sonra Ruben Vardanyana sərbəst ifadə vermək təklif olunmuşdu. Lakin Ruben Vardanyan sərbəst ifadə verməkdən imtina etdi və eyni zamanda məhkəmə tərkibinə etiraz etmişdi. Amma cinayət prosesal qanunvericiliyinə əsasən məhkəmə tərkibinə etiraz olunması ilə bağlı əsaslar olmalıdır və onun vəsadətində bu əsaslar olmadığı üçün baxılmamış saxlanıldı Ruben Vardanyanın vəsadəti. Bundan sonra məhkəmə prosesində sübutların, faktların araşdırılmasına başlanıldı və ötən prosesdə də həmin sübutlardan biri Ruben Vardanyanın verdiyi müsahibəsi idi. Və həmin müsahibəsində də o bir neçə mühüm məsələlərə toxunmuşdu. Cinayət ittiham haqqında əksini tapan məsələlərlə bağlı və dövlət ittihamçıları həmin məsələlərlə bağlı Ruben Vardanyana suallar ünvanladılar. Amma Ruben Vardanyan sərbəst ifadə vermədiyi kimi eyni zamanda həmin suallara cavab verməkdən də imtina etdi. Məsələn, həmin suallardan biri onunla bağlı idi ki, o müsahibəsində iki xalqın arasında nifaq salınması ilə bağlı ifadələr səsləndirmişdi. Bu nə səbəbdən, yəni bu ifadələrin səsləndirilməsi ilə bağlı Ruben Vardanyan heç bir məhkəməyə açıqlama verə bilmədi. Məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan özünün seçdiyi müdafiəçi ilə təmin olunub və eyni zamanda özünün istədiyi dildə tərcüməçi ilə təmin olunub. Qeyd edək ki, ittiham haqqında çoxsaylı cinayət sübutları ilə bağlı, maddələrlə bağlı ittiham haqqında sübutlar, faktlar, əsaslar toplandı və eyni zamanda bu cinayət işi üzrə eyni zamanda sübutların, faktların araşdırılmasından sonra zərər çəkənlərin və eyni zamanda şahidlərin dindirilməsi prosesinə başlanılacaq. Biz məhkəmə prosesində mütəmadi olaraq məlumatlar çatdırırıq və bugün də bizim növbəti buraxılışda məlumatlarımız olacaq və eyni zamanda xəbərlərin növbəti buraxılışında məhkəmə iclası ilə bağlı, proseslə bağlı reportajımız olacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.